Hər kəsə salam. Yumuşaq, pambıq kimi bulka resepti paylaşıram. 2 stəkan ilıq süd, yarım stəkan şəkər tozu, 1 xörək qaşığı quru maya, 1 ədəd yumurta, 1 xörək qaşığı duru yağ, 1 paçka vanil, yarım çay qaşığı duz, 6 stəkan un əlavə edib qarışdırırıq. Xəmiri yoğurduqdan sonra 100 qram kərə yağı əridib üzərinə əlavə edib xəmir yoğururuq. Xəmiri göndəririk mayalanmağa. Mayalandıqdan sonra havasını çıxartmaq mütləqdir. Havasını ona görə çıxardırıq ki, bulkalardan maya isi gəlməsin. Hər iki hissədən 6 ədəd kündə hazırladım. Siz istədiyiniz formada hazırlaya bilərsiniz. Mən yarısını sadə, yarısını da cemli hazırladım. Hazırlayıb soba listinə yığıb, üzərinə süd çəkib göndərib bişməyə. Bişdikdən sonra da üzərinə kərə yağı çəkirik. Artıq hazırdır. Bişirən hər kəsə nuş olsun.